Müəllimlər, bu izahatım sizlərə ikinci fəsildən təlimdə öyrənmə prosesinin təşkilindən 21-ci əsrin kompetisiyaları və təlimdə formalaşdırılması. Əziz və dəyərli müəllimlər, bildiyimiz kimi dövrün tələbləri dəyişir, tələblər dəyişdikcə isə ehtiyaclar da dəyişir və hər bir ölkənin gündəmində belə bir sual meydana gəlir ki, bugün məktəb hansı insanı yetişdirməlidir? Çünki dövr dəyişdikcə düşüncələr də dəyişir, insanların həyata baxış açısı da dəyişir və təhsildə də müəyyən inteqrasiyalar, dəyişikliklər olur. Təbii ki, artıq cəmiyyətdə, müasir cəmiyyətdə uğur qazanmaq üçün keçmişdə olduğu kimi yalnız bilik yönümlü, müəllim yönümlü modeldən deyil, bacarıq yönümlü, hansı ki, riyazi biliklər, təbiət elmləri, bunlarla bağlı əvvəllər çoxlu informasiya yüklənirsə, artıq bu o qədər də ön plana çəkilmir. Daha çox qlobal təşkilatlar da sənədlərində vurğulayırlar ki, insanlar həm şəxsi inkişaf, həm əmək bacarığında rəqabət, həm sosial vətəndaşlıq həyatı üçün daha geniş spektrli bacarıqlara, yəni 20-ci əsr kompetisiyalarına maraq göstərməlidir. Bizim də vəsaitimizdə də geniş şəkildə nə üçün 20-ci əsr bacarıqları formalaşmalıdır və hansı bacarıqlardır, onlar qeyd olunur. Ümumilikdə monoton şəkildə yox, lakonik şəkildə ümumiləşdirsək, belə deyə bilərik ki, müasir dövrümüzdə dünyanın hansı ki, müasir reallıqları bizim üçün artıq məlumdur ki, artıq informasiya əsridir, İKT əsridir. İstənilən informasiya artıq geniş miqdarda boldur. Və informasiyadan telekommunikasiya texnologiyalarına sürətli inkişaf artdıqca, artıq bu sahədə insanların əldə etməsi də, yəni informasiyanı əldə etmək də rahat olur. Sadəcə olaraq, əsas vacib bu dərsdə biz nəyi öyrənəcəyik? Bu bacarıqları təlimdə necə formalaşdırmalıyıq və həmin bacarıqların xarakterik xüsusiyyətlərini təhlil edəcəyik. Bildiyimiz kimi, müasir müddətdə gənclərin qərar qəbul etməsi, problem həll etməsi, komanda ilə işləməsi, yeni ideyalar, yaradıcı yanaşma, təşəbbüs göstərməsi, fikrini sərbəst ifadə etməsi, müxtəlif baxışları dəyərləndirməsi xüsusi əhəmiyyət daşıyır. Ona görə də bu bacarıqlar düzgün təlim mühitində formalaşdırılarsa, gələcəkdə onların həyat üçün mühüm rol oynayar, həm karyerasında, həm şəxsi həyatında, həm cəmiyyətin iqtisadi və sosial dayanıqlığında mühüm rol oynayırlar. Ona görə də çalışmaq lazımdır ki, biz bu dərsdə müasir yanaşmada məlumatı əzbərləməkdən çox inteqrasiyanın düzgün qurulması, şagirdin öz öyrənməsinə nəzarət edə bilməsini düzgün formalaşdırmalıyıq. Və 2006-cı il Avropa Şurasının müasir dövr 20-ci əsr insanı üçün müəyyən etdiyi 8 əsas kompetisiya var ki, onların gəlin tanış olaq. Savadlıq kompetisiyası, çox dil bilmək kompetisiyası, riyazi elm və mühəndislik kompetisiyası, mədəni məlumatlıq, özünü ifadə etmək, şəxsi sosial öyrənmək kompetisiyası, vətəndaşlıq kompetisiyası, sahibkarlıq kompetisiyası, rəqəmsal ümumiyyətcə müəllimlər, kompetisiya sözünün mənası, yəni belə deyim də bir CV-miz kimi düşünək. Məsələn, biz gedirik CV-mizi yazırıq, orada bizə aid olan bir çox bacarıqları qeyd edirik. Düzdür, dövr dəyişdikcə artıq yeni bacarıqlarımız da formalaşır, dövrün tələbinə uyğun. Bax, indi həmin o bacarıqlardır ki, təlimdə də onları formalaşdırmaq lazımdır. Savadlıq kompetisiyası yazılı da ola bilər, şifahi də ola bilər. Burada sərbəst fikrini bildirir, argumentasiya yürüdə bilir, şərh edə bilir, müxtəlif forma və üslublarda istifadə edə bilir. Bu kompetisiyada yalnız bu bacarığa sahib olan yalnız informasiyanı oxumur, mətnin məqsədini, ideyasını, gizli mesajlarını anlayır. Eyni zamanda öz fikrini auditoriyaya məqsədə uyğun şəkildə çatdıra bilir. İstər media mətnlər, istər rəqəmsal, istər elmi publistik şəkildə. Gəlin bir nümunələrlə deyə bilər. Tutaq ki, bir şagird düşünün, çox gözəl nitqi var, çox gözəl fikrini ifadə edə bilir. Bir şagird də düşünün, çox savadlıdır, riyazi intellekti var, lakin fikrini ifadə edə bilsin, ictimaiyyətdə danışsın, hər hansı bir sərbəst fikirlər ifadə etməkdə çətinlik çəkir. Amma elə o digər şagirdimiz isə çox rahat danışa bilir, şifahi fikrini ifadə edə bilir.
Yazılı da bunu ifadə edə bilir. Deməli, bu şagird müqayisə edirik ki, bu uşaqda savadlı kompetensiyası var. Amma o digər şagirdə çalışırıq ki, bu savadlığı yükləyək. Yəni biraz inkişaf etdirək. Çünki şəxsi həyatında, karyerasında da önəmlidir. Məsələn, burada nümunələr var. Azərbaycan dili dərsində şagird hekayəni yalnız səsli oxumaqla kifayətlənmir, personajların davranışını səsləndirir, bu obraz niyə belə davrandı sualına cavab axtarır, müəllifin hansı mesajı vermək istədiyini müzakirə edir və hekayənin ideyasını öz sözləri ilə ifadə edir. Yəni gördüyümüz kimi burada əsas bu kompetensiyanı ifadə edən əsas hissləri, fikrini, arqument, şərh etmək və s. bildirir. Yaxud da ki, tarix dərsində iki eyni hadisə barədə iki farklı mənbə oxunur. Şagird hər iki mətnin faktlarını, istifadə olunan dil və dil üslubunu, deməli, müəllifin mövqeyini müəyyənləşdirir, müqayisə edir, hansı mənbənin daha obyektiv etibarlı olduğunu əsaslandırır. Yaxud da ki, şagird gündəlik həyata direktora yazılan rəsmi ərizə, müəllimə atılan e-mail və sosial şəbəkədə dostuna yazdığı mesaj arasında üslub, müraciət formasını, ifadə tərzini, fərqli olmasını dərk edir, hər ünsiyyət növünə uyğun şəkildə dildən seçir. Bax, bütün bunların hamısı bu şagirddə savadlı kompetensiyasının formalaşdığını göstərir. Bəs yaxşı, Aytaç müəllim, biz bunu bilirik də, normalda adını bilirik, günü bu bizim təlim mühitimizdə yaxud da ki, bunu bizim öyrənməmizdə. Müəllimlər, biz bunu bilməliyik ki, müasir dövrdə bu bacarıqları formalaşdırmalıyıq uşaqlarda. Hamısı birdən yox, çatışmayan hissələrdə müəyyən dəstək olmalıyıq. Çox dil bilmək kompetensiyasının mahiyyətlərindən ibarətdir. Təbii ki, bir neçə dildə ünsiyyət qurmaq, yalnız ünsiyyət qurmaq yox, onların leksik və qrammatik, həm də dil üslublarını, kommunikasiya qaydalarını, mədəni kontekstini bilmək lazımdır. Yəni, ingilis dilində şagird yalnız dialoqu əzbərləmir. Həm real məktub, həm e-mail, elan tərtib edir, sosial mədəni fərqlərini, müraciət formalarını nəzərə alır. Məsələn, hansı ölkədirsə o ölkə barədə məlumatı olur, ünsiyyət qurarkən çətinlik çəkməsin, beynəlxalq layihələrdə iştirak edir, bir çox ingilis onlayn müzakirələr aparır və s. Bunları formalaşdırmalıyıq. Riyazi elmi, texnoloji, mühəndislik kompetensiyaları, bu da adından da məlum olduğu kimi uşaqlarda məqsəd riyazi düşüncəni məqsəd yönlü şəkildə istifadə etmək bacarığıdır. Yəni, yalnız hesablama texnikası yox, riyaziyyatın həyatda nə üçün istifadə edəcəyini, həyatla əlaqələndirməsini, məsələn, məişətdə problemlərini, büdcə planlaşdırması, faiz, nisbət, məsafə, vaxt hesablaması və s. bu zaman onda köməyə çevriləcək. Yaxud da ki, diaqram, qrafik oxuyur, şərh edir. Tutaq ki, hər hansı bir plan hazırlayarkən riyazi intellektdən istifadə olunur, onun ölçüsü olsun, məsafəsi olsun. Gündəlik həyatımızda nəsə bir şey alırıq, onun tutaq ki, endirimli qiymətin faizini. Yəni, bu bacarıqları formalaşdırır. Elmi kompetensiya isə burada təbiətdə baş verən, aləmdə baş verən prosesləri izah edir, izləyir, sual formalaşdırır, fərziyyələr, sübutlar toplayır, dəlillər əsasında nəticə çıxarılır. Elmi kompetensiyaya malik olan şagird niyə belə olur sualını elmi baxımdan cavab axtarır. Fərziyyəni sınaqdan keçirmək üçün plan qurur, məlumat toplayır, nəticəni elmi şəkildə əsaslandırır. Mən də situasiya verə bilər imtahanda və hansı bacarığın olduğunu biz həmin situasiya əsaslanaraq tapa bilərik. Texnoloji mühəndislik kompetensiyası da eyni anlam daşıyır, elə adından göründüyü kimi. Texnoloji mühəndislik kompetensiyası insanların ehtiyac və problemlərinə cavab verən praktik həll və yeniliklər yaratmaq üçün elmi riyazi bilikləri tətbiq etmək bacarığıdır. Başqa sözlə, riyazi biliklərin real obyektlərə, sistemlərə, qurğulara xidmət edilməsi, prosesinə yaradıcı və sistemli şəkildə iştirak etmək səriştəsidir. Bu kompetensiya çərçivəsində şagird texniki və texnoloji proseslərin necə işlədiyini, onların mexanizmlərini öyrənir, hansısa bir sadə prototipini, modelini, planını hazırlayır. Məsələn, suyun qaynayıtla istifadə edilməsi üçün sistem, məktəbdə tullantıların çeşidlənməsi üçün həllər, hansısa bir kiçik konstruktiv fəaliyyətləri deyə bilərik. Bu üç kompetensiyaya yanaşı müasir dövrdə uşaqlarda yeni bir təhsildə sistem yönümlü bacarıqlar formalaşdı ki, bir neçə fənnin sistem inteqrasiyasıdır, hansı ki, elm, texnologiya, mühəndislik, dizayn, hətta art, incəsənət də əlavə olundu. Burada da uşaqların bir neçə fənnin inteqrasiyası bacarığından məqsəd yönlü istifadə edilməsidir.
Rəqəmsal savadlılıq isə rəqəmsal texnologiyalardan, planşetdən, smartfonlardan, kompüterlərdən, süni intellektlərdən məqsədyönlü istifadə nəzərdə tutulur. Bu bacarığa sahib olan şagirdlər layihə işi üçün internetdən düzgün istifadə edə bilir, müqayisə edə bilir. Məsələn, informatika dərsində yalnız hər hansı bir təqdimat şablonundan istifadə etmir. Həm qısa video, inografika, blok yazısı hazırlayır. Məsələn, çox yaxşı şəkildə rəqəmsal bacarığından istifadə edir. İndi də rəqəmsal bacarığı yüksək olan uşaqların hətta əlavə gəlir kimi də ondan istifadə edə bilirlər. İstər həm daha təhlükəsiz mühitdə sosial şəbəkədən istifadə etmək bacarığına sahib olurlar, istər şifrə, istər şəxsi məlumatların qorunması. Şəxsi və sosial öyrənmə kompetensiyaları insanın həm özünü tanıması, həm emosiyalarını, davranışını tənzimləməsi, başqaları ilə səmərəli münasibət qurması, öz öyrənməsinin planlamasıdır. Məsələn, mən özümü tanıyıram və özümün şəxsi öyrənmək kompetensiyamı formalaşdıra bilirəm. Məsələn, sosial komponentdə əməkdaşlıq etmək, empatiya, konfliktlərin daha konstruktiv həlli, başqalarına hörmət etmək bacarığı formalaşır. Tutaq ki, şagird imtahana hazırlaşarkən özünə bir qrafik təyin edir, nə öyrəndim, nədə problemlərim var. Yaxud da ki, sinifdə qrup iş zamanı bölgü həyata keçirə bilir, məsuliyyətini qəbul edir, fikir ayrılığı yarananda çalışır ki, bunu ortadan qaldırsın, argumentləri müzakirə edərkən ortaq qərara gəlir. Məktəbdə emosiyaların idarə olunması ilə bağlı fəaliyyətlər keçirir. Şagirdlər stresli situasiyalarda hansı müəyyən strategiyalar verilir ki, bu aradan qaldırılsın. Fəal vətəndaşlıq mövqeyi də yaşadığımız cəmiyyəti dərk etmək, öz rolunu dərk etmək, hüquq vəzifəni bilmək, yaşadığın yer haqqında, ictimai həyatına laqeyd qalmaq, çalışmalıyıq ki, laqeyd qalmamalıyıq. Yəni, gündəlik davranışımızda, şəxsi sosial həyatımızda tutaq ki, fəal vətəndaş kimi nələrə nail olmalıyam? Məsələn, dövlətimin bayramını, tədbirlərində fəal iştirak etməliyəm, tarixi viktorinalarda iştirak edir, dövlət rəmizləri barədə məlumatlı olmalıyam. Şagirdlərə tutaq ki, yaşadıqları yer haqqında ilkin biliklər çatdırmalıyam. Yəni, yaşadığım ölkənin fəal vətəndaşı olmalıyam. Məsələn, burada məni maraqlandırmır prizması yox, bu mənim və cəmiyyətimin gələcəyinə necə təsir edir sualı ilə yanaşmalıyıq. Yəni, sosial qruplara, mədəniyyətlərə, baxışlara hörmət göstərməyə çalışmaq, mübahisə mövzularında zoraki deyil, argumentə əsaslanaraq sivil şəkildə müzakirə aparmalıyıq. Sahibkarlıq isə son dövrlərdə ən önəmli kompetensiyalardan biridir. Yəni, imkanları və ideyaları ilə başqaları üçün dəyərə çevirə bilmək, yəni ideyadan real layihə və fəaliyyət formalaşdırmaqdır. Yəni, bugün mənim bir ideyam var, sabahsı gün onu mən sahibkar kimi həyata keçirəcəm. Bu kompetensiya daha yaradıcı düşünmə, daha təşəbbüskar, riskləri qiymətləndirmək, qısa və uzun müddətli plan qurmaq, resursları səmərəli idarə etmək kimi elementləri özündə birləşdirir. Yalnız biznes qurmaq yox, eyni zamanda sosial, mədəni və ictimai sahədə yenilik etmək, məsuliyyət götürmək, proseslərdə. Məsələn, məktəb çərçivəsi daxilində uşaqlarda kitabxanasına yeni güşə yaratmaq istəyi irəli sürür, büdcə planlayır, sponsor və dəstək imkanları araşdırır, işçi qrafik üzrə həyata keçirir. Yaxud da şagird şirkəti yaradır, əl işləri hazırlayıb yarmarkada satırlar. Bu bacarıqlara malik olan uşaqlar özünü göstərir. Sosial sahibkarlıq nümunəsi kimi isə şagirdlər məktəbdə enerji qənaəti kampaniyası təşkil edir. Məsələn, məlumatlandırma, afişalar hazırlayır, siniflərdə elektrikdən səmərəli istifadə üçün qaydalar müəyyən edir. Mədəni məlumatlıq və özünü ifadə etmə kompetensiyası isə fərdin öz mədəniyyətini və digər mədəniyyətləri tanıması, müxtəlif mədəniyyətlərə hörmətlə yanaşması, dərk etməsidir. Burada eyni zamanda estetik zövq inkişafı, incəsənət və yaradıcılıq vasitəsilə hiss və fikirlərin ifadəsini, mədəni müxtəlifliyə dözümlü yanaşmanı təşviq edir. Məktəbdə mədəniyyət günü keçirilir. Şagirdlər öz regionlarının, eləcə də başqa ölkələrin milli geyimlərini, musiqi
mətbəx və nümunələrini təqdim edir, fərqləri, oxşarlıqları müzakirə edirlər. Şagird teatr, kino, sərgi və muzey ziyarətindən sonra gördüklərini refleks edərək mətn, qısa blog yazısı şəklində paylaşırlar. İndi artıq sosial şəbəkə üzərindən də bu kimi hallar normal hesab olunur. Hətta böyük maraqla qarşılanır. Buna baxdıqda isə bizdə deyirik ki, bu müəllim deyir ki, bu uşaqda nə gözəl mədəni məlumatlı və özünü ifadə etmək kompetensiyası formusudur. Beləliklə, əziz və dəyərli müəllimlər, kompetensiyya 20-ci əsrin bilik, bacarıq və dəyərlərinin inteqrasiyasını təşkil edir. Yəni, bir sahə yox, bir çox bacarığın əlaqəli inkişafı 20-ci əsrdə çox faydalı bir fəaliyyətə çevrilir. Əvvəlki kimi lazımsız əzbərçi yox, bacarıq yönümlü təhsilə üstünlük verilir. Savadlılıq, çoxdillik, digər bütün kompetensiyaların əsas kommunikasiya bazasını, riyazi, elmi və rəqəmsal savadlılıq, müasir iqtisadiyyatda iştirak etmək üçün zəruri alətləri, şəxsi sosial vətəndaşlıq, sahibkarlıq və mədəni kompetensiyalar isə həm fərdi, həm sosial səviyyədə məsuliyyətli, yaradıcı və fəal mövqe tutmaq üçün zəruri baza təşkil edir. Yəni, bu kompetensiyaların düzgün formalaşması gələcəkdə bu kimi nəticələrə gətirib çıxarılır. Bir də qeyd edirəm. Qısaca olaraq deyirəm. Məsələn, şəxsi və sosial vətəndaşlıq, sahibkarlıq, mədəni kompetensiyalar mənim həm fərdi inkişafımda, həm sosial səviyyədə inkişafımda, həm yaradıcı və fəal mövqe tutmağımda, şəxsi həyatım olsun, karyeram olsun, çox uğurlu bir rol oynayacaq. Bizdən tələb olunan bu bacarıqların ən vacib 8 bacarığı bilmək və bu bacarıqlardan hər birində hər hansı bir şagirdimizdə problem olarsa düzgün formalaşdırmaqdır. Diqqətinizə görə minnətdarım.